Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademinin coğrafiya üzrə təlimçiyəm. Bu günləri DİM sınaq toplusundan, 20 sınaq toplusundan 8-ci sınağı izah etmiş olacaq. Və ki, keçək suallarımıza. Birinci sualımızda qeyd olunub ki, ölkə əhalisinin sayı 2015-ci ildə 7250 min nəfər, 2019-cu ildə isə 7830 min nəfər olmuşdur. Əhalinin orta illik artım faizini hesablayın. Mən birinci baxmalıyam ki, 7250 min nəfərdən neçə min nəfər 7830-a qədər qalxıb. Ona nə edəcəm? 7830-dan çıxacam 7250 nəfəri. Burada isə qalmış olacaq nə qədər? 580 min nəfər. Deməli 580 min nəfər əhali artımı olub. Mən illik artımı hesablamaq üçün həmişə yadımıza saxlamalıyıq. Nə etməliyəm? Birinci əhalimizin 100% götürməliyəm, yəni 2015-ci olan. Çünki mən bilməliyəm ki, o 580 min nəfər onun neçə faizidir, düzdürmü? Ona görə nə etməliyəm? 7250 min nəfəri 100% götürmüş olacağam. 580 min nəfəri isə x% götürmüş olacağam. Buradan x-imi tapacağam ki, 8% artmış oldu. Amma bizə nə istəyir? Bizdən orta illik artım istəyir. Mən nə edəcəm? Görəcəm 2015-dən 2019-cu ilə qədər cəmi 4 il keçir və 8-i 4-ə bölərək 1 ildə olan artım faizini tapmış olacağım. O da deyəcək 2%. Azərbaycan əhalisi ilə bağlı doğru ifadələri müəyyən etməyimizi istəyir bizdən. Qeyd olunub ki, çox millətli dövlətdir. Bəli, çox millətli dövlətdir. Bir neçə xalqın nümayəndəsi də yaşayır Azərbaycan ərazisində. Şəki-Zaqatala iqtisadi rayonunda Qafqaz dil ailəsinə mənsub xalqlar yaşayır. Bəli, biz qeyd etmişik ki, Şəki-Zaqatala, Quba-Xaçmaz kimi ərazilərdə Qafqaz dil ailəsinə mənsub xalqlar yaşayır. Bütün düzənlik ərazilərdə əhalinin sıxlığı çoxdur. Xeyr, Ceyrançöldə, Qobustanda azdır. Kənd əhalisinin payı daha çoxdur. Yanlış fikirlər. Azərbaycanda urbanizasiya, yəni şəhər əhalisi 54%-dir, daha çox şəhərdir. Ən çox sıxlıq Abşeron yarımadasında müşahidə olunur. Bəli, Abşeron yarımadası Azərbaycanın ən sıx ərazilərindən biridir. Üçüncü sualımıza diqqət edəcəyik. Burada 2000-ci il və 2023-cü ilin statistik göstəricilərə əsasən yaş cins piramidası tərtib olunub. Gəlin birinci yaş cins piramidalarını təhlil edək. Görək ki, burada yaş cins piramidalarında nədir? Baxın, birinci 2000-ci il yaş cins piramidasına baxıram ki, uşaqların sayı nisbətən çoxdur. Daha sonra qadın və kişilərin sayı demək olar ki, eyni səviyyədə gedir və qocaların sayı daha çox azalmış olub. Qocaların sayı çox azdırsa, deməli bu inkişaf etməkdə olan ölkələrə bərabərdir. Amma 2023-cü ildə isə baxıram ki, uşaqların sayı nə olub? Nisbətən azalıb, düzdür? Baxıram, digərində çox imiş, hardasa 4%-dən yuxarı, amma burada cəmi 2%, 3% arasıdır və qocaların sayı nisbətən artıb, yəni yaşlı əhalinin sayı artıb. Baxırıq, hardasa burada 40, 50, 60 yaşlara baxıram, burada görüş daha azdır, amma bir hissələrdə daha çoxdur. İndi baxaq, deyir təbii artım azalmışdır. Bəli, təbii artım niyə görə azalıb? Uşaqların sayı azsa 100% şəkildə təbii artımımız azalıb. Aşağı yaş qruplarında qadınların payı artıb. Xeyr, baxıram ki, hər ikisində həm kişilərin, həm də qadınların sayı azalıb. Ona görə 2 yanlışdır. Uşaqların payı artıb. Xeyr, uşaqların sayı azalmış olacaq. Əhali sayında yaşlıların payı bəli artıb, qeyd etdik. Təbii artımın yüksəldilməsi istiqamətində demoqrafik siyasət aparılmayıb. Çünki burada aparılsaydı uşaqların sayı çox olmuş olacaq. Uşaqlar dedikdə baxın, bu yaş qruplardadır və buradan da artı azala gedir. Xəritə sxemə əsasən təbii artımın birinci tipi səciyyəvi olan ölkələri müəyyən edin. Bilirik ki, Avropa ölkələrinin əksəriyyəti Albaniya istisna olmaqla təbii artımın birinci tipinə aid olan ölkələrdir. Burada olacaq deməli 1, 3 Avropa ölkələridir və 6 İspaniya ərazisi olmuş olacaq. Bəzi ölkələrdə ekstremal ərazilərdə əhali məskunlaşmışdır. Bu proses məskunlaşmada hansı amilin rolunun artdığını göstərmiş olur. Təbii ki, ekstremal ərazilərdə əhali məskunlaşırsa, mütləq şəkildə burada sənaye var. Relyefi yoxdur ki, deyək məskunlaşıb, iqlimi yoxdur ki, deyək məskunlaşıb, deməli sənaye var. A ölkəsində əhalinin sayı 24,5 milyon nəfərdir. İllik təbii artım 147 min nəfərdir. Hər 1000 nəfərə düşən təbii artımı hesablayın. Mən nə etməliyəm? Təbii ki, baxaq. 24 milyon 500 min nəfər rəqəmi açmalıyam. Açıqdır. Götürəcəm təbii artım olan nə qədərdir? 147 min nəfər.
İndi 1000 nəfərə də x götürmüş olacağam. 1000 nəfərə də x. Mən kalkulatordan istifadə edirəm, amma siz etmirsiniz. Nəyə görə? Çünki sizə qəbulda vermirlər. Amma mən heç kim deməyəcək sən niyə istifadə elədin. Ona görə siz istifadə eləməyin, vərdiş etməyin. Deməli, 1000-i vuracağam 147 minə. Böləcəm nəyə? 24 milyon 500 min nəfərə. Edəcək 6 nəfər. Deməli, hər 1000 nəfərdə cəmi 6 nəfər artıq. Ölkədə deyir, əmək ehtiyatlarının sayı 5 milyon nəfərdir, işsizlik səviyyəsi 10%-dir, işsizlərin sayını tapın. İşsizlik səviyyəsi bərabərdir. İşsizlərin sayı, işsizləri bilmirəm də, x bölünsün nə? Əmək ehtiyatlarının sayı 5 milyon nəfərə. Vurulsun 100%-ə, bərabərdir nəyə? 10%. İndi buradan tapıram ədədlərimizi. X-i vurdum 100-ə, 100x bölünsün 5, artıq burada riyaziyyat rol oynayır. X-imiz də buradan bərabərdir 0,5 milyon nəfər. Cavab variantımız Y. Uyğunluğu müəyyən edək. Aglomerasiya, megalopolis və peyk şəhər urbanizasiya. Baxırıq. Şəhərlərin böyüməsi və şəhər əhalisinin xüsusi çəkisinin artması təbii ki, urbanizasiya prosesidir. Ən iri şəhər məskunlaşma forması adlandırılmış olacaq megalopolislər. İri sənaye mərkəzləri yaxınlığında yerləşən kiçik şəhərlər, aglomerasiyalar, şəhərdə tipli yaşayış məntəqələrinin kompakt ərazidə toplanması isə bir dəqiqə üzrlü sayım. İri sənaye mərkəzləri yerləşən kiçik şəhərlər peyk şəhərdir. Aglomerasiyalar isə kompakt ərazidə toplanmalıdır. Deməli, 1D, 2B, 3C, 4C, A olmuş olacaq. Xəritə sxemə əsasən əhalinin sıx və seyrək məskunlaşdığı əraziləri müəyyən etməliyik. Sıx məskunlaşdığı ərazilərə baxsam, burada. Baxın, mütləq şəkildə A-da çox məskunlaşıb. Çin düzənliyi. Y-də də çox məskunlaşıb. C-də də çox məskunlaşıb. D səhra ərazisi də o az olar. F soyuq ərazidir. B də səhra ərazisidir. Burada da az olmuş olar. Deməli, B, D, F-də azdır. A, C, Y-də çoxdur. Təbii artımın azalmasına səbəb olan amillər hansılardır? İnsanların həyat şəraitinin yaxşılaşması, xeyr, təbii artımın azalmasına səbəb olmur, əslində artır. Səhiyyədə vaksinlərin tətbiqinin genişlənməsi də, bu da təbii artımı azaltmır. Ailə planlaşdırılması siyasətinin həyata keçirilməsi, məsələn, ailədə deyirlər ki, belə deyək də, imkansız bir ailədir, təbii ki, çox uşaqlı olmur. Əmək tutumlu sənaye sahələrinin inkişafı yanlış fikirdir. Qadınların ictimai fəallığının artması, bəli, qadınlar ictimai fəallığı artır, karyera, təhsil və artıq erkən nikahlar yox, daha gecikmiş nikahlar baş verir. Şəhər həyat tərzinin yayılması, bəli, şəhərlərdə də insanların yaşam tərzi nisbətən kəndə baxanda ağır olduğundan, çətin olduğundan, belə deyək də, şəhərdə insanlar evliliyə üstünlük vermir. 3, 5, 6 D variantıdır. Qrup və dağınıq formada olan kənd yaşayış məntəqələrinə aid xüsusiyyətləri müvafiq olaraq müəyyən edilir. Bilirik ki, biz kənd yaşayış məntəqələri 2 qrupa bölünür. Biri qrup, biri isə dağınıq formada. Bir və ya bir neçə ailə yaşaması təbii ki, dağınıqdır. Bəzi ölkələrdə ranço fazendaların adlandırılması da dağınıq kənd tipidir. Azərbaycanda kənd yaşayış məntəqələri 100% qrupdur. Qrupu 3'e 3. Yüzlərlə, minlərlə əhali yaşayır qrup. Amerika, Avustraliya və Şimali Avropa ölkələrində olmuş olacaq dağınıq formalar. Məktəb, uşaq bağçası, xəstəxana və sair sosial infrastruktur obyektləri qrup şəklində olanda olur. Deməli, 1'ə 3, 4'ə 6, 2'ə isə 1, 2, 5 olmuş olacaq. Megalopolis və şəhər aglomerasiyalarının uyğun ardıcıllığının doğru sıralarını müəyyən etməliyik. Deməli, reyin boyda deyil, Liverpool, reyin rur var. Xeyr, yanlış fikirdir. Liverpool Böyük Britaniyadır. Chipets, Chicago, Detroit doğrudur. Tokaido, Tokyo, Osaka doğru fikirdir. Bosvaçda Washington, San Francisco yanlış fikirdir təbii ki. Sansanda New York, Los Angeles yox. Sansanda San Diego'dur, San Francisco'dur. İngiltərədə London və Manchester olmuş olacaq. Deməli 2, 3, 6 doğru olmuş olacaq. 13-cü sualımıza diqqət edirəm. BMT Əhali Fondunun fəaliyyət proqramına aid deyil.
Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması. Bu suala mütləq şəkildə diqqət edin. Qəbul imtahanında qarşınıza çıxma ehtimalı yüksək olan suallardan biridir. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi aid deyil. Təbii ki, təmin olunmayıb. İnkişaf etməkdə olan ölkələrin ailə planlaşdırılması və doğumun tənzimlənməsi aiddir bu. Əhalinin istifadə etdiyi içməli suyun keyfiyyətinin müəyyən edilməsi aid deyil. Ətraf mühitdə baş verən dəyişikliklərin insan sağlamlığı təsirində aid deyil. Burada əsasən əhalinin artımı, azalması ilə bağlı olan fikirlərdir. 1, 3, 4 olmuş olacaq. Dil qrupu və xalqlarını müəyyən etmiş olaq. Slavyanlar, polyak və ruslara aiddir. 1 doğrudur. Roman, ispanlar, italyanlar doğrudur. German, İsveçlər, finlər, estonlar, macarlar bunlara aiddir. Nəyə? Finigora. İran dil ailəsinə aiddir. Qrupuna əfqanlar, bengallar yanlışdır. Bengallar olmaz. Hindari, Hindistanlılar, Pəncablılar bu doğrudur. 1, 2, 5 doğru olmuş olacaq. Xəritə sxemi əsasən insan inkişaf indeksinin çox yüksək olduğu ölkələri müəyyən etmək lazımdır. Təbii ki, edək də. Təbii ki, Avropa ölkələrindən Finlandiya, Avstraliya ölkəsi və bir dəqiqə Madagaskar nədir? Mən Madagaskarı burada işarə edirəm. Kanada, Madagaskarın heç insan inkişaf indeksindən xəbəri belə yoxdur. B variantı doğrudur. Azərbaycanda əhali ilə bağlı doğru fikirləri müəyyən edin. Kənd əhalisinin payı artmaqdadır. Yanlış fikirdir. Kim deyir kənd əhalinin payı artır? Cəmaət kənddən qaçır. Ferma tipli yaşayış formaları məntəqələrin sayı çoxdur. Yanlış fikirdir. Şəhər əhalisinin sayı çoxdur. İri şəhərlərdə iş tapmaq imkanlarının çox olması əhalini cəlb edir. Bəli, doğrudur. Hamı Bakıya gəlir. Əhalinin sıxlığı orta dağlığa doğru artır. Yanlış fikirdir. 20-ci əsrin ortalarında sənaye şəhərləri sağlanmışdır. Bəli, doğru fikirdir. 3, 4, 6 doğru cavabımız olacaq. Cənubi Amerika regionunda əhalinin daha çox miqrasiya etdiyi, inkişaf etməkdə olan ölkələri müəyyən edin. Cənubi Asiya üzüdür sayın. Burada artıq Birləşmiş Ərəb Əmirlikləridir, Qətərdir və Səudiyyə Ərəbistanıdır. Çünki ərəb ölkələri olduqlarından əhali ora qaçır. Burada Cənub-Qərbi Asiya regionu yazsaydı daha gözəl olardı. Əhalinin təbii artımına görə ölkələri müqayisə etmək lazımdır. Deməli, nə etməliyik biz? Təbii artımına görə, hər 1000 nəfərə doğum 12 nəfərdir. Hər 1000 nəfərə görə ölüm 6 nəfərdir. Cəmi əhalinin təbii artım burada nə qədərdir? Hər 1000 nəfərə qədər 6 nəfərdir. Bir tənasüb qurmalısınız. 16 milyon 500 min nəfərə x 1000 nəfərə 6, 12 milyon 800 min nəfərə x 1000 nəfərə 8 nəfər, yəni doğumdan ölüm çıxarsınız. Yəni bu formada müqayisə aparmalısınız. Mən aparmayacağım. Onda özünüz yazıb şərh bölmələrində qeyd edərsiniz. Yalançı urbanizasiya prosesi üçün xarakterlidir. Urbanizasiya prosesi sistemsiz xarakter almışdır. Bəli, doğru fikirdir. Əhalinin artım sayı iş yerlərinin artım sayını üstələyir. Doğru fikirdir. Şəhərlərdə əhalinin təbii artımı aşağı olması təbii ki, yanlış fikirdir. Şəhərlərin dərinli inkişafıdır. Yanlış fikirdir. Şəhərlərin ətrafında kəsf rayonları yaranır. Bəli, 1, 2, 5 doğru fikirdir. Ekstremal şəraitləri, əraziləri müəyyən edin. Təbii ki, 4, 1 soyuq ərazilər və 6 səhra əraziləri olmuş olacaq. Demoqrafi partlayışın səciyyəvi olduğu ölkələr əhalinin sayı yüksək olduğu ölkələr Uqanda, Kenya və Haiti ölkələri olmuş olacaq. Təbii artım ikinci tipinin səciyyəvi olduğu ölkələri müəyyən edin. İnkişaf etməkdə olan ölkələrdir. Rusiya, Türkiyə birinci tipdir. Tunis birinci tipdir. Daha doğrusu Latviya, Tunis yox. İndoneziya birinci tipdir. İsrail, Romaniya birinci tipdir. Burada Tanzaniya, Əfqanistan və Kongo olmuş olacaq. Ölkə əhalisi 18,5 milyon nəfərdir. Kənd əhalisinin sayısı 7,4 milyon nəfərdir. Şəhər əhalisi neçə faiz olduğunu tapın. Birinci tapmalıyam 18,5 milyon 100% isə 7,4 milyon x faizdir. Birinci mən bunu tapmalıyam, sonra 100-dən çıxmalıyam. Çünki ölkənin əhalisi şəhər və kənd əhalisinə bölünmüş olur həmişə. 14 vurulsun 100 bölünsün nəyə? 18,5-ə. Edir 40%. Və ölkə əhalisinin 40%-i kənd əhalisi, yerdə qalan 60%-də şəhər əhalisi olmuş olacaq.
Azərbaycanda hanı sıx məskunlaşdığı əraziləri müəyyən etmək lazımdır təbii ki. Burada olacaq 6 Lənkəran ərazisi, Samir Dövlət Çobalığı və sıx məskunlaşdığı ərazilər deyəcək, düzdürmü? Burada Qobustan ərazisi də olmaz, yüksək dağlıqda olmaz, çöldə olmaz. Yəni ki 5 olmuş olacaq burada. Amma 5-də də lap çox məskunlaşmıyor. Naxçıvana nisbətən məskunlaşır. Şimal və Şərq yarımkürəsində yerləşən şəhər aqlomerasiyalarını müəyyən edin. Şimal və Şərq yarımkürələrində Kəlkütdə, Jakarta cənubdadır İndoneziya, Lagos olmuş olar. Rio de Janeiro cənubdur, Detroit cənubdur, Karachi olmuş olar. Xristian dininə etiqad edən türk xalqlarını müəyyən edin. Təbii ki bunlar Qaqazlar və Çuvaşlar olmuş olacaq. Yoğunluğu müəyyən edək. İrqilərdir. Mongoloid, Avropoid və ekvatorial irqlərinin məskunlaşdığı ərazilərdir. Deməli, Mongoloid irqi A və Y olar. Daha şimal ərazilər. Avropoid irqi D və B olmuş olar. Ekvatorial isə C. A ölkəsinin təsərrüfatına yaranan çətinlik onun demoqrafik göstəricilərinə təsir göstərmişdir. Hər 1000 nəfərə təbii artım 15 nəfərdir. Emigrantların sayı 320 min nəfər, emigrantların sayısı 15 nəfər. Gedənlərin sayı daha çoxdur. Təbii artım və ölkə əhalinin sayını hesablayaq. Deməli, burada təbii artımı hesablamaq üçün mən tapacağım 18 milyon 500 min nəfərə x nəfər artıb, hər 1000 nəfərə isə 15 nəfər artmış olacaq. Buradan təbii artımımız x-imiz bərabərdir. Deməli, 277 min 500 min nəfər. Təbii artımımız bu qədərdir. İndi ölkə ərazisi bir ildə deyir də, ilin sonuna qədər. İlin sonunda təbii artımımız deyir ölkə əhalinin sayı nə qədər olar? Mən neynəməliyəm? 18 milyon 500 min nəfərin üzərində 277 min 500 min nəfər gəlməliyəm. Bu ölkə əhalisinin ümumi olan sayı. Sonra isə ondan çıxmalıyam 320 min və 1500 min nəfər, 1500 nəfəri. Çünki onlar belə deyək də, bu formada etməyək. Baxın, 18 milyon 500 min nəfərdir, düzdür? Bunun üzərinə gələcəm 277 1500 min nəfər. Bu etmiş olacaq nə qədər? Gəlin burada hesablayaq. Deməli, mən biraz bunu yaxşı yazmadım. Bunu yaxşı yazın. 277. Gəldim 0 0 5 7 7 7 18 milyon 777 min 500 min nəfər. Çıxacam nəyə? 320 min. Çıx 320 min. Çünki bunun 320 mini gedib də qardaş. 0 0 5 7 5 4 18 milyon 457 min 500 üzərinə gələcəm 1500 min nəfər. 1500 nəfər çünki immigrantlar gəliblər. 0 0 0 8 edir 9 5 18 4. Deməli 18 milyon 459 min nəfər olmuş olacaq. Verilənlərə əsasən ölkələrin miqrasiya prosesinin səbəbi və istiqamətini müəyyən edib yazın. Təbii ki, burada ilk səbəb iqtisadi amil olacaq, çünki təsərrüfatda yaranan çətinliklər deyir. İstiqamət isə xaricə gedərlər. Verilənlərə əsasən ölkədə hansı növ işsizlik daha çox yayılır? Bu proseslərdə yadımızda saxlayaq ki, həmişə təsərrüfatda yaranan çətinliklərə görə, miqrasiya proseslərinə görə yaranan işsizlik dövrü işsizliyi adlandırılmış olur. Dövrü. Və bu qədər bugünkü sınavımızın, videomuzun da sonuna gəlib çıxmış olduq. Sağ olun.